Salam, hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim. Bu günləri həm fizika ilə bağlı olan, həm də riyaziyyatla bağlı olan maraqlı və eləcə də bir qədər də düşündürücü olan mövzulardan olan sürət məsələləri ilə qarşınızdayım. Bu tip məsələlər elə bizim dərslik kitablarımızda 9-cu sinif buraxılış imtahanlarında və lisey qəbul imtahanlarında da düşür. O səbəbdən diqqətlə mövzunun izahına qulaq asaq, çalışacağam ki, qısa, hər zamanki kimi əsas nöqtələri sizlərə bildirməklə izahımızı bitirək. Sürət məsələlərində əsasən 3 istiqamətdə biz yanaşırıq. Sürətlər əks istiqamətdə olduqda, sürətlər eyni istiqamətə yönəldikdə və qarşı-qarşıya olduqda. İndi, bundan əvvəl mən sizə bildirmək istərdim ki, sürət anlayışını biz başa düşmək üçün sürət yolun 1 saniyə dəyişməsini bildirir bizə. Yəni nə? Sürət əslində belə işarə olunub. Biz əvvəldən biraz sizə bildirimlər verək. V sürətin işarəsidir. V yazırıq sürətin işarəsidir. S yoldur. T isə zamandır. Sürətə birinin vahid zamanda gedilən yolu da deyə bir tərif də verilir. V sürəti tapmaq üçün V bərabərdir S bölünsün T düsturundan istifadə eləyəcəyik. Mən burada əsasən mövzunun fizika hissəsinə daxil olmaq istəmirəm. İndi bizim dəyərli fizika müəllimləri bu mövzuları sizlər üçün izah eləyəcəklər. Mən bunu sadəcə olaraq giriş hissəsini verdim ki, sizin məntiqdə və eləcə də riyaziyyatda əsasən bu hissəsini bilməyiniz kifayət eləyəcək sizə. Burada məsələ nədir? Əks istiqaməti hərəkətlər dedikdə, tutaq ki, bu A şəhərindən iki cisim əks istiqamətə hərəkət edir. Bu cisimlərdən birinin sürəti V1 olsun, digərinin sürəti V2 olsun. Bu zaman onların ümumi sürəti hər biri saniyədə biri V1 qədər sağa, biri V2 qədər sola getdiyi üçün sürətlər nə olacaq? Toplanacaq. O halda biz gəlir yazırıq nə? Əks istiqamətli hərəkətdə nə olur? Sürətlər toplanılır. Əks istiqamətli sürətlər toplanılır. Və sürətlər toplanıldığına görə bu zaman əks istiqamətdə gedilən yol isə nə olacaq? Toplanan sürətləri vuracaq nəyə biz? T zamanına vuracağız. Gəldik eyni istiqamətli hərəkətə. Eyni istiqamətli hərəkət ondan ibarətdir ki, tutaq ki, A şəhərindən iki avtomobil V1 və V2 eyni istiqamətli hərəkətə çıxırlar. Və yaxud da ki, məktəbdə sən və sənin sinif yoldaşın məktəbdən çıxırsınız, qaça-qaça evə gedirsiniz. Bunun kimi başa düşə bilərik biz. Əgər burada V1 V2-dən böyük olarsa, onda yekun sürəti biz tapmaq üçün böyükdən kiçiyi nə edirik? Çıxırıq. V1-dən V2-ni çıxırıq. Eyni istiqamətli hərəkətdə sürətlər çıxılır. Bunu harada biz əsasən görmüşük? Məsələn, yolda görmüşük ki, bizim olduğumuz avtobusun yanından kiçik minik avtomobilləri sürətli şəkildə gedirlər. Onlar bizim eyni istiqamətdədirlər. Lakin onların sürətləri çox olduğuna görə onların sürətini bizim sürətimizi çıxırıq ki, aramızdakı fərqi tapaq. Bu o deməkdir ki, eyni istiqamətli hərəkətdə sürətlər nə olurdu? Sürətlər çıxılırdı. Hansı şərt daxilində? V1 V2-dən böyük olanda. Onda bu arasındakı məsafəni tapmaq üçün biz nə edirik? Yazırıq ki, onda S bərabərdir. V1 çıx, V2 vurulsun nə? T zamanı ilə biz misalımızı həll edə bilərik. Növbəti isə qarşı-qarşıya hərəkətdir ki, qarşı-qarşıya hərəkət belə izah olunur ki, tutaq ki, A şəhərindən bir avtomobil yola çıxır və bir də B şəhərindən bir avtomobil yola çıxır. Bunların sürətləri V1 və 2-dir. Bunlar neçə saatdan sonra görüşər, görüşənə qədər nə qədər yol gedər və s. bu tip hissələrə daxil olmadan biz əvvəl bilməliyik ki, onların sürətləri toplanmalıdır. Çünki 1 saniyə ərzində bu deməli maşın V1 qədər gəlir qabağa, bu da V2 qədər gəlir qabağa. Yekunda bunun sürəti deməli nə imiş? Sürətləri bərabərdir bunların toplanmasına. Onda bunların getdiyi yollar da nəyə bərabərdir? V1 plus V2 vurulsun T düsturu ilə nə olacaq uşaqlar? Hesablanacaq. Biz bunları bilməklə artıq indi bəzi misal nümunələri üzərində çalışa bilərik. Deməli, lövhəni silim və indi bir neçə məsələ nümunəsinə baxaq və onu həll etməyə çalışaq. Məsələn, birinci məsələmizin şərti belə olsun ki, əks istiqamətli hərəkətli olsun. Tutaq ki, belə deyək ki, eyni bir nöqtədən A şəhərindən iki avtomobil əks istiqamətdə yola düşür. Bu avtomobillərdən birincinin sürəti, V1-in sürəti 10, İkincinin sürəti 15 olarsa, 3 saatdan sonra bu cisimlər arasındakı məsafəni tapaq. Birincinin sürəti belədir, 10 km/saatdır. İkincisinin sürəti 15 km/saatdır. 3 saatdan sonra onlar arasındakı məsafəni bizdən istəyir.
Bunu tapmaq üçün biz nə edəcəyik? Həmin bu düsturdan istifadə edəcəyik. Bilirik ki, əks istiqamətdə sürətlər nə olurdu? Toplanılırdı. O halda yazırıq ki, S bərabərdir 10 üstəgəl 15 vurulsun nə 3-ə. Buradan alırıq ki, S bərabərdir 25 vur 3, S bərabər olacaq 75 kilometrə. Deməli, həmin iki cism arasında məsafə 75 kilometrə bərabərdir. Digər bir misala baxaq ki, eyni istiqamətli hərəkətdə. Gəlin biz burada düşünək ki, V1 ilə V2 eyni istiqamətli hərəkətdir. Yəni, yazaq onda V1-imiz 10, V2-miz 15-dir, amma eyni istiqamətli hərəkətdir. Tutaq ki, A şəhərindən eyni istiqamətdə. Bu V1-dir, bu da V2-dir. Bu halda bizdən 3 saat ərzində getdiyi yola soruşarsa, onda biz bunu tapmaq üçün nə edəcəyik yenə? S bərabərdir bu zamanda böyükdən kiçiyi çıxırıq, vururuq zamana. Yəni nə? Yəni S bərabər olacaq 15 çıx 10 vurulsun 3. Bu da o deməkdir ki, 5 vurulsun 3, 15. Deməli, 3 saatdan sonra bu iki cisim arasındakı məsafə nə qədər olacaq? 15 kilometr olacaqdır. Mən güman edirəm ki, bu tip məsələlər sizin üçün aydın oldu. Videonun xoşunuza gəldisə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Maraqlı suallar ardıcıllığını davam etdirərək, orada da sürətə aid olan maraqlı bir sualın izahını verəcəm. İnşallah ki, o video sizin xoşunuza gələcək. Hələlik, özünüzdən müğayət olun.